Məlum məsələdir ki, elə bir vaxtda yaşayırıq ki, insanlar biri-birinə zülm edirlər, haqqına girirlər və bu məsələ çox adiləşib, sadələşib. Lakin, əziz qardaşım, sən Allahı o zalimların etdiyi şeylərdən qafil olduğunu zənn etmə. Allah subhanahu və teala hər şeyi görür və bilir. Haqq hesab aparacaq. Sən rahat ol. Allah subhanahu və teala buyurur: وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ. Sən Allahı qafil hesab eləmə, yəni bilməyən. Nədən? Zalimların etdiyi şeylərdən. Zalimların etdiyi şeylərdən Allahın qafil qaldığını hesab etmə. Yəni Allah görür subhanahu və teala. Və qardaşım, çalış, intiqam almayasan. Sənə zülm edirlərsə, çalış, intiqam alma. İmam İbn Qeym rahiməhullah buyurur ki, intiqam alan elə bir şəxs yoxdur ki, sonda peşman olmasın. Peşman olacaqsın. Həm də sən intiqam alanda bu sənin əcrini aparır, savabını aparır. Savab qazana bilməyəcəksən, haqqı yox edirsən. Səbr etsəydin sənin üçün daha yaxşıdır. Bundan əlavə qardaşım, vallahi, intiqam almayan, bu söz Şeyxülislam İbn Teymiyyanın sözüdür, Allah rəhmət eləsin. Deyir ki, intiqam almayan elə bir şəxs yoxdur ki, intiqam almadığına görə Allah onu izzətli etməsin. Yəni, intiqam almamaq insanı izzətli edir. Sənə zülm ediblər, düzdür, haqqıva giriblər. Sən də müqabilində, qarşılığında nəsə edə bilərsən, intiqam ala bilərsən. Vurub vururam, söyüb söyürəm və s. İntiqam alırsan qarşılığında. Almamaq insanı izzətli edir, vallahi. İzzətli olmaq istəsən, intiqam alma. Keç, əff elə. Allah subhanahu və teala Quranda deyir, keçin, bağışlayın, əff eləyin. Məgər istəmirsinizmi ki, Allah subhanahu və teala sizi bağışlasın, sizdən keçsin? Vallahi, əziz qardaşım, düzdür, çətindir, ağırdır. İnsan daşıya bilmir. Lakin bu izzətli insanların işidir. Sən necə müamilə rəftar edəcəksən, o sənə edilən zülmlə, haqsızlıqla, necə rəftar edəcəksənsə, Allah subhanahu və teala qiyamət günü səninlə o rəftar edəcək. Bağışlasan, bağışlayacaq. Keçsən, keçəcək. Və bu qaydadır. Bunu bil, qardaşım.